Deməli, testimizin davamı gəlir. 36-cı sualla başlayır. 36-cı sualda deməli, D1, D2 paraleldir. 2 paralel düz xətt, bir də onları kəsən 3-cü bir düz xətt var. Alfa, betanın cəmidir, tapın. Burada da baxırıq ki, alfa, beta. Həmişə bir dəyişiklik etmək lazımdır. Burada bir bucaqların yerləşməsi lazımdır. Məsələn, görürsən ki, sənin alfa ilə beta hərəsi bir tərəfdədir. Bunlar məsələn, nə bir tərəfli bucaq deyil, nə çarpaz bucaqlar deyil, heç nə bilmirik. Onca alfanı ötürürsən qabağa qarşısına, burada olur alfa. Artıq indi burada alfa ilə betanın bir tərəfli olduğunu görürsən. Biz də bilirik ki, bir tərəfli bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Onca olur cavab 180. 37-ci sual. X bucağını tapın. Demək, burada da əslində bu xüsusi qaydası da var və yaxud da qaydasız da işləmək olar. Məsələn, 30-un qarşısı buradır. Burada olur 30. Belə şəkildə iki paralel düz xətt, bir də bu formada olanda, belə bir şəkil olanda, ortadakı bucaq qıraqdaşların cəminə bərabər. Məsələn, bura x-dirsə, bura A, bura B-dirsə, x A ilə B-nin cəminə bərabər. İndi burada da 75 30-dan x-in cəminə bərabər olmalıdır. Yəni x topla 30 bərabərdir 75. Buradan da x olur 45 dərəcə. X olur 45 dərəcə. Və yaxud da, deməli, bunu bu tərəfə artırarsan, bunu da bu tərəfə artırarsan, 30-un qarşısı burada olur 30, x-in çarpazı bura olur x, 75-in də qonşusu 105. İndi burada yaranan üçbucağa görə üçün cəmi 180 olmalıdır. Yəni x topla 100 topla 30 edir, 130 bərabər 180 olmalıdır. X də bərabərdir, bura 105 100 yox. 105 ve 135 edirdi onda. X olur 180'den 135 çıxanda 45 dərəcə. Yenə də onsuz da 45 tapmış oluruq. 38-ci sual. Deməli, burada paralellik var yenə. 2 paralel düz xəttin 3-cü düz xətlə yaratdığı bucaqlar. Onları kəsən 3-cü düz xət. Yenə burada da görsən, verilən bucaqlar nə çarpaz deyil, nə bir tərəfli deyil. Ona görə də bir yer dəyişmə formalı lazımdır. Nəyin yerini dəyişək? Deməli, bunun qarşısını ötürə bilərsən. 4x topla 9, buranın qarşı bucaqlardır. Artıq bu bucaqlar necə bucaqlar olur? Bir tərəfli bucaqlar. Bir tərəfli bucaqlar görən kimi cəmi 180-ə bərabər edirik. Yəni 4x topla 9 üstünə gəlirik. 2x çıx 3-ü bərabər olmalıdır 180-ə. 4x 2x edir 6x. 9 çıx 3 müsbət 6 bərabərdir 180. 6x bərabərdir 180-dən 6 çıxanda 174. X də bərabərdir 6-ya böləndə 29. X olur 29. Bizdən 2x istəyir. 2 bölü 29 edir 58 dərəcə. Deməli, 39-cu sual. Yenə x-i soruşur burada. Bunlar da yenə bir tərəfli bucaqlar. Bu da hazır verir. Bir tərəfli bucaqlar cəmi 180 olmalıdır. 3x 6x cəmi nə qədərir? 9x bərabərdir 180-ə. X də bərabərdir 20-yə. Bizdən də x istəyirdi A variantı. 40-cı sual. Deməli, burada da yenə, burada artıq heç yer dəyişmə ehtiyac yoxdur. Burada 2x bucağı ilə 3x bucağı necə bucaqlardır? Xarici bir tərəfli. İstəyir xarici olsun, istəyir daxil olsun. Yəni bir tərəfli gördüksə cəm 180 olmalıdır. Yenə də bunların cəmi, yəni 3x ilə 2x-in cəmi edir 5x bərabərdir 180-ə, x də bərabərdir 36. X 36 oldu, bizdən də x istəyirdi 36 dərəcə. Deməli, 41-ci sual. 41-ci sualda yenə bayaqçı şəkildir. Ox işarəsinə oxşayan şəkildə. Deyirik, nə edirik? 13-ü gətirirsən qarşıya. Qarşı bucaq 13. Deyirik, həmişə ortadakı bucaq, oxun ucundakı bucaq, qıraqdakı bucaqların cəminə bərabər. Yəni, x ilə 13-ün cəmi bərabər olmalıdır 67-yə. İstə tapmaq üçün 67-dən 13-ü çıxırıq. Deməli, edir 54 dərəcə. X olur 54 dərəcə. C variantı. Bizdən x istəyirlər. Gəldi 42-ci sual. 42-ci sualda yenə iki paralel düz xəttin onları kəsən 3-cü düz xətlə yaratdığı bucaqlar verilir. Bizdən y-i soruşur. Y-in 55 necə bucaqdır? Bir tərəfli bucaqlar. Cəmi nə qədər olmalıdır? 180. Y-in 55-in cəmi 180 olması üçün bu nə qədər olmalıdır? 125. 125 dərəcə olmalıdır. B variantı. Gəlirik 43-cü sual.
43-cü sualda alfa ilə beta necə bucaqdır? Daxili bir tərəfli bucaqlardır. Yəni cəmi 180 olacaq. Yəni, alfa ilə betanın cəmi 180 olmalıdır bu şəklə əsasən. Bir də onların fərqini də nə qədər verir? Beta çıx alfanı da verir 160 dərəcə. Yeni tənlər sisteminə gedirsək, burada alt-alta toplasaq. Niyə görə toplayırıq? İfadədə əks ədədlər var. Tənlər sistemində əks ifadələr var. Və alfa müsbət alfa toplayanda 0 edir. 2 beta bərabərdir. Toplayanda 340. 340 da 2-yə bölsək, beta nə qədər olur? 170. Beta 170 isə alfa da 10. Cəmi 180 olmalıdır. Bizdən də betanı istəyir 170. Gəlirik 44-cü suala. Deməli, burada da bizdən nə istəyir? Beta çıx tetanı istəyir. Deməli, burada bu iki bucaq alfa ilə teta qarşı bucaqlardır. Yəni, bir-birinə necədir? Bərabərdir. Və yaxud da yenə beta burada da. Betanı köçürürəm qarşıya ki, orada bir tərəfli bucaqlar alınsın. Bura betadırsa, burada betadır. Artıq indi burada beta ilə teta necə bucaqlardır? Bir tərəfli bucaqlar, daxil bir tərəfli. Cəmi nə qədər olmalıdır? 180. Beta ilə tetanın yerinə 180 yazırsan, onda alfa nə qədər olur? 220-dən 180 çıxanı 40 dərəcə. Alfa 40 dərəcə. Bizdən hansını istəyirdi? Beta çıx tetanı. Bura 40 dərəcədirsə, bura da 40 dərəcədir. Bura 40-dırsa, bura 140-dır. Cəmi 180 olmalı. 140-dan da 40 çıxanı nə qədər qalır? 100 dərəcə D variantı. Gəlirik, deməli, növbəti sualımız 45-ci sual. İki düz xəttin kəsişməsindən əmələ gələn iki bucağın cəmi 224-dür. İki düz xəttin kəsişməsindən yalanan bucaqlar. Məsələn, 2 dənə düz xətti kəsişdirdim, 4 dənə bucaq aldım. Deyir, kəsişməsindən əmələ gələn iki bucağın cəmi, indi burada 4 dənə bucaq var, deyir, burada hər hansı iki bucağın cəmi 224-dür. Məsələn, burada qonşu bucaqları götürə bilməzsən, çünki cəmi 180 olmalıdır. Hökmən qarşı bucaqları götürməlisən ki, məsələn, bununla bunu götürə bilməzsən, çünki cəmi 180 və ya da bununla bunu götürə. Yəni, qonşu götürə bilməzsən, ancaq qarşı götürəcəksən. Qarşı da götürək, məsələn, bununla bunu. Cəmi 224-dürsə, hərəsi nə qədər düşür? 112, 112. Bu bucaqlara qonşu olan bucaq, bunun qonşusu burada 68 dərəcə. Qonşunu istəyir. Qonşusu orada 68 dərəcə. 46-cı sual. Deməli, x-i deyir tapın. Verilən bucaqlar necə bucaqlar? Bir tərəfli bucaqlar. Bir tərəfli olanda nə edirdik? Toplayıb 180-ə bərabər edirdik də. Yəni, x topla 50-nin üstünə gəlməliyəm. X topla 10-u. Nə qədər eləməlidir? 180 eləməlidir. 2x topla 60 bərabərdir 180-ə. 2x də bərabərdir 120-yə. X də bərabərdir 60 dərəcəyə. X də tapdıq 60 dərəcə. Gəldi indi 47-ci sual. 47-ci sual. Uyğun tərəfləri paralel olan bucaqların nisbəti 3/5-dir. Uyğun tərəfləri paralel olan ya da uyğun tərəfləri perpendikulyar olan sözü gördünüzsə, həmin bucaqlar ya bərabər olmalıdır, ya cəmi 180 olmalıdır. İki şərtdən biri olmalıdır. Ya bərabər ya yox. Gördük ki, bucaqların nisbəti 3-ün 5-ədirsə, deməli bunlar nə deyil? Bərabər deyil. Deməli, bərabər deyilsə, deməli cəmi 180-dir. Yəni 3K topla 5K. Cəmi 3-ün 5-ədə 35 nisbət. Bərabər olmalıdır 180-ə. 8K bərabərdir 180-ə. K da bərabərdir 180-ə 8-ə bərabərdir 22,5. Bizə də bu bucaqların fərqini tapın. Bucaqlar 5K ilə 3K-dır. Fərqi nə edir? 2K. Yəni 2-ni 22,5-ə vuranda eləcək 45 dərəcə. 2-ni 22,5-ə vuranda eləcək 45 dərəcə A variantı. 48-ci sual. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar eyni adlıdırlar. Eyni adı nə deməkdir? Ya hər ikisi itidir, ya da hər ikisi kördür. Müxtəlif adlı desə, biri iti, biri kördür. Deməli, eyni adlı onların fərqi. Eyni adlıdırlarsa, yəni bunlar eyni bucaqlardır. Eyni bucaqların fərqi nə edəcək? Elə 0 dərəcə edəcək də. Eyni adlı bucaqların fərqi nə edir? 0 dərəcə. Demək, uyğun tərəfləri perpendikulyar olan 49-cu sual. Bucaqlardan biri digərindən 5 dəfə böyüdür. Eyni deyirlər deməli. Biri o birindən 5 dəfə böyüdürsə, eyni deyirlər. Eyni olmayanda nə edirik? Cəmi 180-ə bərabər edirik. Deməli, biri o birindən 5 dəfə böyüdürsə, birinə 1K, birinə 5K. 5K topla 1K bərabərdir 180-ə. 6K bərabərdir 180-ə. K da bərabərdir 186-ya böləndə 30. K
K30-sa bu bucaqların fərqini istəyir. Bucaqlar 5K-nın 1K-dır. Fərqi nə edir? 4K. Yəni 4K. 4-30-a vuran deyil 120 dərəcə. Bucaqların fərqi 120 dərəcə. Deməli, davam edirik 50-ci sualla. Deməli, uyğun tərəfləri perpendikulyar olan eyni adlı bucaqdan biri 70-dir. Eyni adlı deyəndə, yəni eyni bucaqlardır. Müxtəlif adlı deyəndə müxtəlif bucaqlardır. Deməli, biri 70-dir, o birisi nə qədər olacaq? Ya da 70 dərəcə. O birisi olacaq 70 dərəcə. Eyni adlı dediyi üçün. 51-ci sual. Uyğun tərəfləri paralel olan iki bucağın fərqi 160-dır. Bunlara çıxanda 160 qalıbsa, fərqi 160-dır. Deməli, bunlar bir-birindən fərqlidirlər. Fərqli olanda nə edirdik? Cəmi 180-ə bərabər edirik. Yəni, fərqi 160-dırsa, deməli, bunlar eyni deyirlər. Eyni olmurlarsa, deməli, cəmi 180-dir. Demişdik, iki hal var. Ya bərabər ola bilərlər, ya cəmi 180-dir. Deməli, bunların fərqləri 160-dır, deməli, bərabər deyirlər. Bərabər deyirlərsə, o zaman cəmləri 180. Yəni, x çıx y deyir, 160-dır fərqləri. Cəmi də biz bilirik ki, artıq qaydadan, bunlar 180-dir həmişə bir-birini tamamlayır. Alt atı toplamalı. Niyə görə? Əks ədədlər var. Mənfi müsbət y getdi. 2x bərabərdir nəyə? Bunları da toplayanda 340. X də bərabər 170, 342-yə böləndə. Biri 170-sə, o birisi də 10-dur. Bizdən böyük istəyir, yəni 170. Gəlirik 52-ci sual. Uyğun tərəfləri paralel olan bucaqların nisbəti 4-5-dir. Bucaqların nisbəti 4-5 kimsə, demək bunlar eyni deyirlər. Eyni deyirlərsə, avtomatik cəmi 180-dir. Yəni 4K topla 5K bərabərdir 180. Deməli 9K bərabərdir 180-ə, K da bərabərdir 20-yə. K 20-dirsə, bu bucağın kiçiyini tapın. Kiçiyi 4K-dır. 4-də 20-yə vuranda 80 dərəcə. 53-cü sual. Deməli, tərəfləri paraleldir artıq. Burada sözlə demir, cümlə ilə demir, şərtlə verir. Baxırıq ki, məsələn, bu bucaq, bir də digər bucaq. Bunların tərəfləri bir-birindən necədir? Paraleldir. Bu B bucağı ilə Y bucağının tərəfləri paraleldir, özü verir. Məsələn, A tərəfi ilə C tərəf paraleldir. Burada B tərəfi ilə D tərəf paraleldir. Paraleldirlərsə, ya bərabərdirlər, ya da cəmi 180-dir. Artıq buradan hər ikisi itirdirsə, deməli, bərabərdirlər də. Deməli, bizə nəyə soruşur? Bucaq ABM-lə ABM, yəni bununla bucaq MYF, bucaq MYF, yəni buranın ikisinin cəmi istəyir. İndi bunlar paraleldir bir-birinə. Bunlar bir-birinə necədir? Paraleldirlər. Bayağı deyil. İki paralel düzsətli, üçüncü düzsətli kəsəndə nələr yaranır? Bir tərəfli bucaqlar. Bura 124-sə, bununla bu bir tərəflidir. Bura nə qədər olacaq? 56. Bura 56-dırsa, avtomatik bura da 56-dır. Çünki tərəfləri paraleldir və hər ikisi itir. 56 ilə 56-nın cəmi nə qədər edəcək? 112. Davam edirik 54-cü sual. Deməli, uyğun tərəfləri paralel olan müxtəlif adlı bucaqlar. Müxtəlif adlı bucaqlar deyirsə, deməli onların cəmi 180-dir. Eyni adlı deyəndə bərabər olurlar. Müxtəlif adlı deyəndə cəmi 180-dir. Yəni, x ilə y bucaqlarımız cəmi 180-dir və deyir, bunların fərqi 90 dərəcədir. Deməli, bunları da alt-alta toplayanda mənfi y, müsbət y gedir. Mənfi müsbət y, 2x bərabərdir nəyə? Toplayanda 270. 270-də 2-yə böləndə x olur 135. 135-də o birisi 45-dir. Çünki cəmi 180 olmalıdır. Bizdən hansıdır böyük istəyir. Yəni, böyük hansıdır? 135. 135 B variantı. Gəldi 55-ci suala. Uyğun tərəflər paralel olan iki bucağın cəmi 260-dır. Bu bucaqları təyin edin. Biz demişik ki, uyğun tərəfləri istəyir paralel desin, istəyir perpendikulyar. İstəyir paralel desin, istəyir perpendikulyar. Ya bərabər olmalıdır, ya cəmi 180. İndi bizim bucaqlarımızın cəmi 180 ola bilir. Cəmi 180 deyil axı. Deyir ki, bucağın cəmi 260-dır. Deməli, 180 şərt ödəmirsə, cəmi 180 olması şərt ödəmirsə, deməli, bir-birinə bərabərdirlər. Bir-birinə bərabərdirlərsə, hərəsi nə qədər düşəcək? 130-130 düşəcək də. Elə bir ki, bucaqlarımız belədir. Bucağın biri budur, bir də budur. Yəni, bununla tutaq ki, A ilə B paraleldir.
C ilə də D paraleldir. Uyğun tərəflər paralel olan bu iki bucaqdır. Bəli. Cəmlər 260 arasında nə qədər düşür? 130, 130 dərəcə düşür. Bucaqlarımızı deyə çəkə bilərik. Hərəsinə 130, 130 düşdü. Bu belə. Hardan bildik? Bildik ki, cəmi 182 şərt olmalı. Ya cəmi 180 ya bir-birinə bərabər. Cəmi 180 olmadığı üçün bir-birinə bərabər götürdük bucaqlarımızı. Belə. Deməli, 56-cı sual. 56-cı sualda görə bizə nə deyir? Bir şəkil verilir. Burada da artıq verilən bucaqların deməli, tərəfləri burada 90'lar görürük. Şəklə əsasən. Deməli, bucaq MPN, MPN, yəni ortada qalan bucağı bizdən soruşur. Deməli, düzdür, burada paralellik verməyib. Paralellik verməyib. Şəklə əsasən şərtdə paralel verməyib da. İndi belə eləyək. Məsələn, bunu tamamlasa yuxarıya, uzatma ilə çox sual işləmək olar da. Qaldırır yuxarı. İndi, bura 90'dırsa, bura da 90 olacaq. Çünki bir tərəfli bucaqlardır da. İndi əslində paralellik verməlidir. Deməli, bura ümumi 140 idi da. Burası 90'dırsa, bura nə qədər qalır? 140'dan 90 çıxını 50 dərəcə. İndi bura 50'dirsə, burada balaca üç bucağı görürsünüz də. Balaca üç bucağı görürsünüz. Bura 90'dır, bura 50'dir. Onda bura nə qədər olacaq? 40 dərəcə. Bura 40'dırsa, bunun da qonşusu bura 140 olacaq da. Bu qayda ilə tapırıq. Bir də deyim. Bax, bunu yuxarı artırdım, düzünə də, düz artırdım, düz şəkildə. İndi əslində paralel olmağı verməlidir. Bunların paraleldə bir-birinə. Bura 90'dırsa, bura da 90 olacaq. Çünki cəmi 180 olmalı. Bir tərəfli bucaqlanacaq. Bura ilə bura bir tərəflidir. Ümumi 140 idi axı bu kör bucaq. Burası sağ tərəf 90'dırsa, bura 50 qalır. İndi balaca üç bucağa görə 50-90 nə qədər edir? 140, onda burada nə qalır? 40 qalır da. Üstün cəmi 180 olmalı. 40'ın da qonşusunu istəyir də bizə. Burada 140 olacaq. MPN-i 140 istəyir. Belə. Gəlir 57-ci suala. 57-ci sual bayaq demişik, yenə də deyirik. Ortadakı bucaq qıraqdakıların cəminə bərabər olmalı. Amma iç qıraqdakıların cəmi 60 ilə 45'in cəminə qədər eləyir 105. Qismimiz olur 105 A variantı etsin də. 58. Deməli, burada nə edəcək? Burada artırma. Yəni, ya qaydanı əzbərləməkdənsə bu düz xətləri artırmaqla rahat şəkildə işləyə bilərsiniz. Deməli, nə artıracaqsan? Məsələn, şərtdə onsuz da verir ki, paraleldirlər. Bununla bu paraleldirsə, bu görsün yarımçıq saxlayırlar da. Dart gətir, uzat bu tərəfə. Uzat bu tərəfə. Uzatdım bax bunları. İndi, bura 140'sa bunun qonşusu nə qədər olacaq? 40. Qonşu bucaqlarda bunlar 40 dərəcə olur. İndi, 47'dirsə, bura ilə bura bir tərəfli bucaqdır. Çünki bura paraleldir axı. Bununla bura bir tərəflidir. Bir tərəfli bucaqlanca 180 olmalıdır. 47'dirsə bura nə qədər olacaq? 180'dan 47 çıxanda 133. 133'ün də qonşusu buradır. Bura qonşu bucaqlardır. Burada nə verəcək? 47. Və yaxud da 47'nin birbaşa ötürə bilərdim bura, uyğun bucaqlar. İndi buradakı üç bucağa baxsın, üçünün cəmi 180 eləməlidir. Yəni x toplar 40, toplar 47 bərabərdir 180. X də bərabərdir 180'dan bu ikisinin cəmi, yəni 87'ni çıxmalıyam. 180'dən 87'ni çıxsa, nə qədər qalır? 93. X da olur 93 dərəcə. Bəli. Düz 93'ə oxşamır, bucaqdır. Bunun yerində cavabımız da belə alındı. 59. Deməli, verilmiş şəkildə də bizdən x istəyir. Yenə burada şəkil özünü də çəkə bilərsən. Özün nəyə görə çəkirsən? Burada paralellər bir-birinə yaxın verir. Məsələn, bunu belə artıranda biraz aralarında məsafə az qalır. Şəkil özün də qura bilərsən. Məsələn, belə edirsən. Biraz aşağıdan tutur. Yəni, bu düzsatdan bu düzsat paraleldirsə, bunu neymişsən? Uzadırsan, bunu da bu tərəfə artırırsan, uzadırsan. Bu şəkildə artırdın. Deməli, indi buranın ortası x-dir, x deyib. Bura 130'dur. Üstdəki çorbuza 130'dur. 130 ilə bura bir tərəflidir. Bununla bu bir tərəfli bucaqlar. Bura olacaq 50, cəmi işləsən olmalı bir tərəf. 50'nin də qarşısı buradır. Burada olacaq 50. Buranı da 150 vermişdi. 150 ilə də bura qonşudur. 150'nin qonşusu 30.
Yenə bayaqki kimi. Bu üç bucağların cəmi 180 olmalıdır. X topla 30 topla 50 bərabər 180 olmalıdır. X topla 30 topla 50 bərabərdir 180. X-də tapmaq üçün 180-dan 80 çıxır. X olur 100 dərəcə. X olur 100 dərəcə. Davam edirik 60-cı sualına. Burada da eyni prosesdir, eyni qayda ilə gedəcəyik. Deməli, şəkli bunlar bir-birinə paralel nüsxətlər yaxın verilirsə, özünü çəksin daha yaxşıdır. Belə. İndi bunlar paraleldir, bunu artıram bu tərəfə. Bunu da artıram bu tərəfə. Artırdım. Deməli, bura orta bucaq x-dir, 120-dir bura. Kör bucaq bura 120-dir. 120 ilə bura bir tərəflidir, bura olacaq 60. 60-ın da qarşısı bura 60 dərəcə. Bura 100 dərəcədir, 100-ün də qonşusu nə qədər olacaq? 80 dərəcə. Yenə üç bucağa görə 3-ün cəmi 180 olmalıdır. 80 ilə 60-ın cəmi 140, x-də nə qədər olmalıdır? 40 olmalıdır. Ki, cəmi 180 olsun. 61-ci sual. Deməli, yenə də ortadakı bucaq bərabərdir, kənardakıların cəmi. 35 ilə nəyi toplayanda 88 eləyər və yaxud 88-dən 35-i çıxırsan 53 dərəcə. 53 dərəcə A variantı. Gəlir 62-ci sual. Aha, burada da yenə bunun da əslində qaydası var, amma yenə də uzatma ilə bunu biz tapa bilərik. Uzatma ilə tapa bilərik. Məsələn, bunlar paraleldir bir-birinə. Bunu gətirirsən bu tərəfə, paralelləri ilk öncə qısartlarsa uzadırsan, artırırsan. Və bu nüsxət belə gəlir, düzünə gəlir. Bunu da artırırsan bu tərəfə. Belə artırdım. İndi 160 ilə bura necə bucaqdır? Bir tərəflə 160 isə bura nə qədər olacaq? 20 olacaq. 110-un da qonşusu da bura 70 dərəcə olacaq. Burada üç bucağı gördünüz yəqin. Bu üç bucağın bucaqlarının cəmi 180 olmalıdır. 70 20-nə qədər 90, onda burada da 90 olmalıdır. 90 ilə də bu alfa qonşudular da. Onda alfa da 90 olacaq. 90 qonşusu 90-dır. Çünki cəmi 180 olmalıdır. Belə. Gəldi 63-cü sual. Deməli. 60. Saat 6:00 varsa saat əqrəbləri, saatın əqrəbləri arasındakı bucağı tapın. Saatın 6:00 varsa heç bunun düstura ehtiyacı yoxdur. 6:00 olarsa, deməli 6 tam olarsa əqrəblər arasındakı bucağı 180 olacaq da. Yəni 6:00-dırsa, 6 tamam deməkdə, bura 6-dır. Bura 12-dir. 6 tamam olanda saat əqrəbi burada olur. Dəqiqə əqrəbi də burada olur. Aralarındakı bucağı nə qədər olur? 180 dərəcə. Və yaxud da saat əqrəbi ilə dəqiqə əqrəbi arasındakı bucaq var da. 11 vur dəqiqənin miqdarı, çıx 60 vur saatın rəqəmi böl 2. Belə də tapa bilər. Əgər alman cavabı 180-i keçibsə, 360-dan çıxırsan. 180 keçməyibsə, elə cavab olur. 64-cü sual. Deməli, burada bizə nə təqdim olur? 64-də. NE parçasının uzunluğu, MN parçasının uzunluğunun, deməli, NE'nin uzunluğu, buranın uzunluğu. MN'in uzunluğunun 40%'dir. Yəni, bu balacadır da, onda bura x yazıram, bura x vur 40 bölü 100 yazıram. Buranın 40%'dir. NE, MN'in 40%'dir. MY 28'dir. Ümumi də nə qədərdir? 28 santimetrdir. MN parçasının uzunluğunu istəyir, MN'ini istəyir, yəni x-i. Bunları aparsaq ixtisar 20-yə. 2 dənə 20 var, 5 dənə 20 var. Toplayıb 28-ə bərabər eləməliyik. Nəylə nədir? X-la 5-də 2x-i. X-i məxrəcən 1 yazırsan, bərabər eləməsən 28-sən. Orta məcə gətirsən 5-də 5'ə vurmasan. 5x topla 2x 7x bərabərdir 28. Bunları da neyəcəyik? Məxrəcə 1 yazıb çarpaz vururuq. 7x-i 1'ə vuranda 7x bərabər 5 vur 28. Heç vurmamış 28 ilə 7-ni də apar 4 dəfə. X də bərabər 5-i 4-ə vuranda 20. Elə bizdən də x istəyirdi. 20. Belə. Gəldik 65-ci sual. Bu tip sualda iki paralel düz xəttin aralarında belə zigzagvari gedirsə şualar, sola baxan bucaqların cəmi sağa baxan bucaqların cəminə bərabərdir hər zaman. İndi baxaq görək, sola baxan bucaqlar hansılardır? X-dir, başqa nədir? 35-dir, üstəcə 35. Vəssalam. Sola baxan bucaq X-dən 35-dir. Sağa baxan bucaqlar hansılardır? 25, sağa baxanlar. 45,
bir də t. Bunlar bərabər olmalı bir-birinə. X topla 35 bərabər 25 ilə 45 toplayanda 70 topla t. Bizdən x çıx t-ni istəyir. X çıx t, burada t müsbət. Sol atıram ki, t mənfi olsun. X çıx t olur. T'nin solacaqdır mı? 35 də sağa çıxır da, sağa 70 çıx 35. Onda x çıx t nəyə bərabərdir? 70 ilə 35 çıxanda 35. Belə. Davam edirik 66-cı sualla. Və burada da bizə nə soruşur, nə verir? D3 düz xət B1, B2, B3 paraleldir. B1, B2, B3. Görürsən ki, bu ortadakı B2 balacadır da. Bunu neynəməlisən? Artırmalısan bu tərəfə. Bunlar da artır. Bunlar üçü də necədir bir-birinə? Paraleldir. Bu tərəfə də artır. Qısa qalmasın, işimizi rahat görək. Deməli, bunlar üçü də paraleldir. X ilə Y-in cəmini istəyir. X ilə Y-in cəmini. Deməli, baxır bura. Bura 30-dursa, bunun qarşısı da 30-dur. Və 30 ilə buradakı balaca bucaq çarpaz bucaqdır. Bura 30-dursa, bura da 30 olacaq. Bəli. Deməli, bura 30-dursa, bura da 30 oldu. İndi bura 115 verir. 115-in qonşusu nə qədər olacaq? 65. Bura 65 isə, bura ilə bir tərəflidir axı. Bu bucaqla. 65 ilə bu bucaq bir tərəflidir. Yəni cəmləri 180 olmalı. 180 65 çıxanda burada olur 115. Deməli, 115 belə. İndi 115 isə x ilə də 115 qonşudur. Onda x nə qədər olacaq? 65. Çünki x ilə 115-in cəmi 180 eləməlidir. Qonşudur. X olur 65. Y nədir bəs? Y buradan başlayır, bura qədər gedir. İndi bura özü açıq bucaqdır, 180 dərəcədir. Bura 180, bir də buranın da miqdarını bilirsən, 30 dərəcədir daha. 180-in üstüne 30 gələndə Y nə qədər olur? 210. Y bütövdə axı, buradan buradır Y. Buradan bura bilirsən, açıq bucaqdır, 180-dır. Bu yarımçı qalan hissədə 30-dur, 210. Bunların nəyin istəyir? Cəmi 210-un üstüne 65 gələndə 275. 275 A variantı. Gəldik 67-ci sual. 67-ci sual belə bir şuadır. 3 dənə şua çıxır, 3 dənə bucaq alınır. Bizdən nə istəyir? COD-yə bir dənə X deyirəm, KOD-yə bir dənə Y deyirəm, KOC-yə də bir dənə Z deyirəm. İndi COD haradır? Buradır. COD oldu X, KOD oldu Y, KOD burada oldu Y. COK da KOC oldu Z. Deməli, bizə nə verir? COD çıx KOD, yəni X çıx Y bizə nə qədər verir? 61 dərəcə. Sonra yenə bu X-dir da. X çıx Z-də bərabərdir 53 dərəcə. Bizdən nə istəyir? COD-ni, yəni X istəyir da. İndi belə eləyək. Biz də bilirik ki, bu üçünün cəmi 360 dərəcədir da, tam bucaqda. Üçünün cəmi 360 dərəcə olmalı. Yəni X topla, Y topla, Z bərabərdir 360 dərəcə. Bəli. İndi gətirək, bunları neynəsək? Bunları alt-alta toplasaq, heç biri getmir. Məsələn, ikisi də eyni işarəlidir. Demək, bunları alt-alta neyləyə bilərik? Çıxağa görə. Çıxsa hamı x-lər getəcək də eyni işarəlilər. X çıx x 0 eləyəcək. X-dan x çıxanda 0. Mənfi y çıx mənfi z. İşarəli diqqətli olmalısınız. Bərabər 61-dən də 53 çıxanda 8. Buradan da mənfi y, mənfi müsbət olur. Topla z bərabər 8. Yəni z çıx y, yerini dəyişəndə z çıx y də yaza bilərəm. Bərabər nəyə? 8-ə. Z çıx y bərabər 8-ə. Biz bunların fərqini tapdıq. Öyle mi? Fərqini tapdıq. Ya da ki, biz belə eləyə bilərik. Z ilə y-in biz əlaqəsini niyə yazdıq ki, bura? Gələk elə bunları alt-alta toplayıb, aparıb əvəz edərik. Çünki eyni işarələr. Gəlin bunları alt-alta toplasaq daha yaxşı var. Toplasaq 2x, çünki burada y ilə z-in yerinə çıx y, ikisi mənfi də çıx z bərabər toplasaq nə qədər edəcək?
110. Bu da 4, 114. Şimdi burada mənfin qabağa atırsan 2x çıx, y topla z olur. Bərabərdir 114. Şimdi bunun qabağına mənfi var, onu sağa atırsan, belə y topla z müsbətləşir də qarşısı. Bunu sola atırsan, onda 2x çıx 114. Yəni aparıb x plus y topla z-in yerinə yazacaqsan. Buradakı y topla z-in yerinə yazacaqsan 2x çıx 114. Burada bir dənə x var. X üstə gəl. Bu y topla z-in yerinə yazırsan 2x çıx 114 bərabərdir 360. Deməli, burada da 2x topla x eləyir 3x. Sağa atana toplayacaq olar. 360-ın üstünə 114 gələndə 474 eləyir. 474-ü də 3-ə böləcəksən x tapmasın. X də bərabərdir 474 böl 3. 3-ə də böləndə